Çox qəribə bir terapiya yöntəmi var. Hansı ki, nevrolojik olaraq təsir gücü də isbatlanıb. Sizi həyatınızda ən çox yaralayan, hətta bugün də düşündüyünüzdə sizi sıxıntıya salan hər hansısa bir anınız, travmatik bir təcrübəniz varsa, alırsınız əlinizə bir A4 kağızı və onunla bağlı hər nə varsa ağlınıza gələn yazmağa başlayırsınız. Heç bir şəkildə tərpənmədən, heç bir şəkildə başqa bir şey düşünmədən sadəcə o anı haqqında yazırsınız. Başlanğıcda pis təsir eləyə bilər, yaxşı hiss elətdirməyə bilər, amma narahat olmayın, bu keçəcək. 3 gün sonra və ya 4 gün sonra eyni şəkildə yenə eyni kağızı qoyursunuz və eyni hadisə haqqında yazmağa başlayırsınız. Heç bir şey, ətrafınızdakı heç bir şeyə fikir vermədən sadəcə yazın. Eyni hadisəni bir həftə sonra təkrarlayın. Maraqlı bir şəkildə görəcəksiniz ki, bu hadisənin sizə təsir eləmə gücü əvvəlki ilə müqayisədə çox-çox azalıb. Özəlliklə də travmalarda, duyğusal travmalarda, anksiyete pozukluqlarında düşünmədiyiniz qədər işə yarayır. Bəs işə yarayan nədir? Yazmaqmı? Yox. Əslində o hadisəyə, o yaşadığınız anıya şuurlu bir şəkildə toxunmaq və o hadisə ilə daha öncə maraqlanmadığınız, daha öncə danışmadığınız bir şəkildə danışmaq. Əslində sadəcə yolu dəyişdirdik. Bu texnika sizi daha fərqli bir şey eləməyə təşviq eləyir və bu deməkdir ki, davamlı eyni şeylər eləyib fərqli nəticələr gözləyə bilmərik. Çünki belə bir dünya yoxdur.